Masazırın kurğunda, bax görürsən Masazırın kurğunu. Döndün qardaşım, bax düz bax burada binada 100 kvadrat 4 otaq möhtəşəm mənzil sənə təklif eləyirəm. Keçə evimizdən tanış olaq, maşın vurması gəlib çatacağıq ora. Hə Kərbala, deyəcəksiniz ki, Masazırdan girən kimi hardadır bu bina? Bax bu binadır, Dağlı marketin yanında, öz dağlarının yanında. Gəl, şlaqmanla girik içəri binaya. Gəl Kərbala, gəl. Əlim ağzımda qalıb. Niyə? Qardaş, yeri görsətdim də hardadır. Evin bir dənə gözəlliyinə bax. Həqiqətən anamız bu evdə deyir ki, nə varsa evin içində hamısını verəcəm. Evin içində nə varsa hamısını verirəm. Sadəcə olaraq təcili pul lazımdır deyə bu evi satıram. Evi şəxsi remontdur. Aboyundan tutmuş, divanından tutmuş, televizor arxalığından tutmuş, hamısına qədər şəxsi remontdur. Evimiz 100 kvadrat 4 otaqdan ibarətdir. Bu bizim geniş zalımızdır. Bir dənə balaca, burada bir otağımız var, gəl Kərbalaya. Balaca bir dənə uşaq otağımız var. Buradan da balkona çıxış var. Və onu da nəzərinizə çatdırıram. Buradan Kərbalaya bax, balkona çıxışımız var. Oradan da var, bax. Buradan da balkona çıxış var. Bu bir. Sənə bir otağımızın birini göstərdim. Kərbala, indi gəl mən sənə o bir otaqları göstərdim. Həqiqətən o əlim ağzımda qaldı məsələsi budur. Da zaldan da balkona çıxış var, onu da nəzərinizdə olsun. Gəl Kərbala. Növbəti ikinci otağımız. Üçüncü otağımız daşı. Üçüncü otağımız və nəzərə çatdıram. Evin içində nə görürsənsə sənindir. Nə görürsənsə sənindir. Gəl bura. Kərbala, otağa bax. Otağın genişliyinə bax. Möhtəşəm. Kərbala, axırda səni görürlər hər dəfə. Güzgüdə deyirlər ki, Kərbalanı görürük güzgüdə. Gəl bura. Gəl bir də hamam sanzerdə göstərdim, sonra quxnaya göstərəcəm sənə. Hamam sanzerin bir də istəyirəm genişliyi bir dənə göstərdim. Çox adam deyir 0.5-dədir falandır, nədir? Bax, qardaş. İstifol Kərbala, bilirik də, yəni bu hər yeri yəni istifol. Bax, asfalt tavana. Hər şey yerində. Yenə bir dənə quxnanı da sizə göstərim. Quxnada gördüyünüz xaladenikə qədər yerində. Quxna mebeli, xaldenik, hamısı yerindədir. Keçək indi əsas məsələyə. Əziz bu videonu görən anam, əziz bu videonu görən bacım, əziz bu videonu görən qardaşım, atam. Nə deyirəm sizə? Bunu demək istəyirəm ki, Xırdalanın, Masazırdan Xırdalana girəndə, videonun əvvəlində göstərdim hardadır. Bu binada mərtəbəsi super, ən axırdır, lap aşağıdır, orta mərtəbədə, lap da yuxarıdadır. Möhtəşəm bir dənə mənzilimiz çıxır satışa. Qiymətə bax bir dənə, qardaş, qiymətə bax, 129.500 manata. Çıxır satışa, qiymətə bax bir dənə, 129.000. Kərbalaya deyir 129.000, mən də deyirəm 129.000. Anamız deyir ki, bizə ki, bu evi veririk sizə, götür. Neçəyə istəyirsən sat, deyir mən 129.000 ver. Biz də deyir ki, ana, bizdə o şey yoxdur. Nə qədərdir? 129.000, biz də 129.000-ə satacağıq. Və nəzərinizə çatdırıram ki, evin kupçası tezliklə artıq yəni sənədlər, evlər gəlib, ölçülüb, biçilib, sənədlər verilib. İnşallah ki, tezliklə 2 ay ərzində evin də sənədləri sizə təqdim olunacaq. Allah alana da, satana da xeyir eləsin. Sözün əsl mənasında əlim ağzında qaldı bir ev idi.